Salam İmarə TV izləyiciləri. İmarə TV öz müsahibələrini davam etdirir və bugünkü qonağımız İmarət Azad Azərkeş qrupunun idarə heyətinin sədri Xaləddin Bayramovdur. Xaləddin bəy, xoş gəlmişsiniz. Çox sağ olun. Biz də sizi izləyən bütün tamaşaçılara salam veririk. Hər birinin çox sağ olun deyirik. Xaləddin bəy, biz sabahların Qarabağın çempionluq yarışında rəqiblərindən biri olan, düzdür, çempionluğu oynayanmır hər halda. Güclü rəqiblərdən biri Xəzər Lənkərandır. Bu oyun barədə nə deyə bilərsiniz? Yəni, tətildən qayıtmış bir komandanın çətin oyunda necə oyun göstərə biləcək? Qarabağ sabah çətin oyun gözləyir. Mən bildiyimə görə sabah Bakıda hava şəraiti biraz kəskin dəyişib, qar falan. Bəzi oyunları təxirə saldılar sabah qarla əlaqədar. Dəqiq bir məlumatım yoxdur. Onu deyə bilərəm ki, Qarabağ ağır oyun gözləyir. Çünki tətildən qayıtmış komanda və Lənkəranın da baxmayaraq ki, aşağı yerlərdədir. Həmişə oyunlarımız ağır olub. İndi də heyətin gücləndirir, yeni məşqçi. Başqa ampulada çıxacaqlar. Bizim üçün çox çətin olan bir oyun olacaq. Baxmayaraq ki, Azal Xəzər Lənkəran aşağı sıralardadır. Çətin oyun gözləyir. Bizim komandan. Buyur. Keçən Neftçi ilə oyunda Qarabağ ardıcıl 3 dəfə qələbə qazandı. Artıq sabahın Qarabağ Lənkərana qalib gəlsə, yəni bu rekord yenə təkrarlanacaqdır. Yəni əzəli rəqiblərə qarşı rekord yenidən təkrarlanacaq. Bu rekordu təkrar edə biləcəkmi Qarabağ? O gücdədirmi, yoxsa Lənkəran yenilənmiş Lənkəran buna qarşı çıxacaq? Yenə deyirəm, kampdan, fasilədən qayıtmış bir komandadır. Bu dəqiqə komanda düzdür, Qurban müəllimdə, Rəşad Sadıqovda saytlarda verilən məlumatlar əsasında deyirəm ki, komanda oyuna hazırdır. Ancaq mən belə qiymətləndirməzdim. Çünki bilmək olmur da, birinci oyundur, 40 günlük fasilədən sonra oyunlar nə tər alınacaq. Düzdür, komanda demək olar ki, oyuncu dəyişikliyi olmadı. Bir dənə hücumçu alındı. Ancaq fasilədən sonra ilk oyun olduğu üçün ağır olacaq Qarabağ üçün. Məncə bizi sabah ağır oyun gözləyir. İnşallah qələbə qazanarıq. O dediyiniz vəziyyəti dediyiniz bu 3 xallı, 3-ü necə qılır? Bəli, onu təkrarlayarıq. Ancaq sabah çətin oyun gözləyəcək bizi. Məncə Qarabağ qazanmağı çox istəyirik. Çünki çempionatda oynayan komandayıq. Hər xal itirməsi bizim üçün çox çətin ola bilər. Qarabağ qazansaq gözəl olar. Çünki böyle çempion olmaq istəyirik. Niyyətimiz çempionluqdur. Ümumiyyətlə, Qarabağın qış fasiləsindən yaralanması necə dəyərləndirirsiniz? Qarabağ qış fasiləsindən demək olar ki, yararlana bilmədi. Qurban müəllim özü də çox gözəl bilirdi ki, komandada oyunculara ehtiyac var. Özü də vurğuluyurdu bunu dəfələrlə. Sadəcə olaraq qış fasiləsi həmişə ağır olur, oyuncu tapmaq biraz çətin olur, ola bilsin ona görə. Amma bizə bir müdafiəçi lazım idi. Biz solcuna Agolin yerinə bir oyuncu lazım. Bir də hücumda hücumu gücləndirdik. Bu iki yerə bizə oyuncu lazım idi. Havası kimi vacib idi. Çünki Allah eləməsin, oyuncularımız Rəşad və yaxud da digər oyuncu zədələnsə, onların yerində Rəşad həqiqətən zədələnəndə Rəşadın yerində çox böyük boşluq yaranır. Demək olar ki, biz Rəşad oynamadığı oyunlarda müdafiədə olan səhvlərimiz sırf onun yerində olan boşluqdan əmələ gəlir. Qarabağ məncə bu qış fasiləsində transfer pəncərəsinin açılması açıldığı bir ərəfədə oyuncu baxımından yaxşı səmərə istifadə edilmədi. Yenə deyirəm, bu ola bilsin qış transfer pəncərəsində oyuncu tapmaq bir çətin onunla irəli. Ancaq bizə çox vacib idi bu oyuncuların yerini əvəzləyici bir oyuncu olması.
qaldı digər klublara. Lənkəran həqiqətən çox yaxşı, belə deyək də, oyuncu dəyişikliyindən bu fasilədən çox yaxşı istifadə edir. Mən ona görə deyəm ağır oyun olacaq. Çünki yeni gələn transferlər özlərini göstərmək üçün əllərindən gələni eləyəcəklər. Çünki məşqli məlumata görə alınan transfer oynamaq hüquqları da var. Çünki bildiyimə görə onları oynayacaq. Həm təzə baş məşqçi, həm də ki, yeni gəlmiş oyuncular əllərindən gələni eləyəcəklər ki, baxmayaraq axırıncı yerlərdədir. Nailiyyətə çatmaq üçün, özlərini göstərmək üçün əllərindən gələni eləyəcəklər və bizim üçün ağır bir oyun olacaq. Bildiyimizə görə bu günləri İmarət Fan Klubunun təşkilatçılığı ilə bütün fan klubların görüşü oldu. Çempionatın başlamasından bir gün qalmış belə bir tədbir oldu. Tədbirdə əsasən nədən danışıldı? Nə kimi qərarlar qəbul olundu? Bəli, bu gün İmarətin təşəbbüsü ilə bütün Azərbaycan çempionatında keçirilən bütün fan klubların rəhbərləri İmarətdə birləşdilər və əsas məsələ ondan ibarət idi ki, stadionlarda olan negativ hallar, dava və münaqişələrin qarşısını almaq ilk növbədə fan klub rəhbərlərinin üzərinə düşür. Çünki onlar sözləri keçərlidir. Stadionda olan hər hansı münaqişəni hüquq mühafizə orqanlarından qabaq bizlər həll etməliyik. Ona görə bu toplantını salmaqda məqsədimiz sırf buydu. Bir də ki, əsas məsələ fan klubların dostlaşması və bir-birlərini tanıması. Bir məsələ də var idi ki, ən önəmli olan o tutulan azarkeşlər barəsində cəmlikdə bir məktub ünvanlamaq istəyirdik. Məktub ünvanlamaq istəyirdik bu müvafiq orqanlara ki, bunların həqiqətən işlərini biraz yüngülləşdirsinlər. Çünki onlar nə terörist deyirlər, nə də ki, mitinqə çıxmamışlar. Arada yaranmış, belə deyək də, yenə deyirəm, bu azarkeş davası deyim, azarkeş, bu hamısı negativ hallardır. Yəni, bizə lazım olmayan bir məsələlərdir. Yəni, dava, dalaş bizdən nəyimizə lazım. Olur stadionda belə şeylər. Bununla da bağlı Xəzər Lənkəran Neftçi oyununda olmuşdu belə bir hadisə ki, onunla bağlı bir neçə yoldaşı həbs elədilər və biz də istədik ki, bütün fan klublar adından, bütün azarkeşlər adından bunların işlərini yüngülləşdirəcək bir dəstək olaq. Tək biz yox, başda Affanı çox istəyirik ki, bu işdə bir addım atsın. Həqiqətən onlar qəsdən bunu eləməyiblər. Yəni, heç kim qəsdən özünü orada atmaz. Bu olub da indi bir hadisə idi, oldu. İstəyirik ki, onların azadlığını istəyirik. İstəyirik onların işlərini yüngülləşdirici bir, nə bilim, çox nətər başlayalım, çox belə müharibə tipli bir şey deyil, miting deyil. Bu stadionda olan xırda münaqişədir, sadəcə azarkeşlər arasında qarmaqar yarandı və bunun görə də o Elikodur, Zaurdur, indi onun əziyyətini çəkirlər. Yenə deyirəm, bizim sırf bugünkü toplantının məqsədi hamılıqla məktub ünvanlamalıydı ki, bunların məsələsini biraz yüngülləşsinlər və çox xuliqanlıq etmək kimi qiymətləndirməsinlər. Bu sadəcə bir azarkeş, belə deyək də, dəcəlliyi idi. Azarkeş, bəli də bu azarkeş dəcəlliyi deyim, nə bilim, sevgili, yəni bu planlanmış bir iş deyildi. Yəni, aynı olan bir şeydir. Bununla görə də onlar cəza çəkirlər. Bu yaxınlar məhkəmələrdir. Biz istəyirik ki, bütün azarkeşlər adından danışıram mən. Çünki bugünkü toplantımızda bütün azarkeş rəhbərləri oradaydı, fan klub rəhbərləri və hamılıqda biz istəyirik ki, onlara azad olunsun. Çünki onlar da bu futbolun inkişafını istəyən gənclərdir. Bildiyimiz kimi, belə deyək də, futbolun gözəlliyi onun azarkeşidir. Yəni, biz istəyirik ki, Azərbaycan futbolunun inkişafında işlər görürük. Belə halların olması, həqiqətən də yaşanması bizlərə pis oluruq. Çünki sabah bizlər də o vəziyyətə düşə bilərik. Sırf bugünkü məsələlər toplantı sırf bununla bağlı ki, stadionları bu həddə gətirib çıxartmayaq. Bu həddə gətirib çıxartmayaq ki, sabah da kimlər sabah belə əziyyət çəksin. Və toplantı çox gözəl başladı və gözəl sonuna qədər bitdi. Və inşallah sabahdan
dediyim kimi məktublarımızı göndərəcəyik. Bizim məsələyə baxsın. Azərkeş həmin o həbs olunan azərkeşlər barəsində hüquqi qiymət versinlər. Bir yüngül hal kimi, dediyim kimi yenə deyirəm, onlar mitingə yetməmişlər, azərkeş deyilmə yetmişlər. Bu qədər Zahir bəy o toplantı barəsində. Bir də bildiyimiz kimi Ağdamın ikinci bir klubu var, Həvəskərlər Liqasında iştirak edən Şəfəq klubu. Biz Qarabağımızın belə deyək, əvvəlki adı da Şəfəq olmuşdu. Onun həmin adlı altında indi Həvəskərlər Liqasında iştirak edir. O Şəfəq futbol klubu ilə əlaqələriniz varmı? Əlaqələrimiz deyəndə mən həqiqətən o Şəfəq futbol klubunun yaranma günündən olay izləyirəm. Yaranma günündən olay izləyirəm və dəstəkləyirəm. Çox savadlı gənclər, yəni futbol baxımından belə deyək də, savadlı, yaxşı oynayan uşaqlar var ki, az yaşlı, 16, 17, 18 yaşlı futbolçular var. Həqiqətən Azərbaycan yüksək liqalarında oynaya biləcək uşaqlardır. Əlaqə deyəndə dediyim kimi mən onlara dəstək olacam da, əlim gücüm çatan qədər. Onlar bizim tarixi adımızı yaşadırlar. Onlar özlərine demişəm, onlar bu adı götürməklə böyük məsuliyyətin altına girirlər. Və onlar bunu da qeyd eləyirlər ki, biz həqiqətən bildik ki, Şəfəq adı ilə çıxış eləməkdə böyük məqsədimiz var. İstəyirik biz Şəfəq gələcəkdə futbol akademiyasını yaradaq, Şəfəq futbol məktəbi yaradaq. Və indi bu gənclər Həvəskərlər Liqasında olmağına baxmayaraq, həqiqətən çox həvəslidirlər. Onu da deyim, orada olan gənclərin əksəriyyətin bu dəqiqə yüksək liqa komandaları maraqlanır oyuncularına. Bir neçəsi Kəpəzə getdi, indi bir neçəsinə maraqlanırlar, 17-16 yaşlı futbolçular var ki, onlarla maraqlanırlar. Onu qeyd edeyim, o Şəfəq bizim tarixi adımızdır. Ona görə də əlaqə deyəndə mən də onların içindəyəm, çünki onlara kömək eləməyə borcu, hər bir Qarabağlının borcudur. Çünki Qarabağ futbol məktəbi məhsuldan sonra yaranmış məhsuldan sonra yaranmış bir komandadır. Bildiyiniz kimi 1951-ci ildə Qarabağda məhsul adında komandamız olub. Ondan sonra Şəfəq klubu yaranıb, o komandanın dağıldıktan sonra və Şəfəq hər bir 1977-ci ildə yaranmış komandadır. İndi 2013-cü ildə yenidən bərpa olunub. İnşallah qarşıda onları, mən belə baxıram ki, onlar yüksək liqaya qazanmaq üçün əllərini gələn edirlər, çox həvəslidirlər və sona qədər onlara kömək edəcəm. Fəaliyyətin və müsabiqəni yekunlaşdırdı və bir də şeyə toxunmaq istəyirəm Zahir bəy, o toplantı barəsində qısa danışdım mən vaxtla əlaqədar olaraq. O toplantıda bir məsələyə də toxunduq. Həqiqətən futbolun inkişafı üçün azərkeşlərin stadionlara gəlməsi üçün də bir neçə mövzu oldu ki, ona da toxunduq. Biz azərkeşlərin meydançada niyə az olmasının səbəbini Bakı çempionatı, hətta prospekt çempionatı kimi qiymətləndirdik. Çünki komandaların çoxu Bakıda cəmləşib, rayonlara getsə bu çempionatımız daha da maraqlıdır. Çünki dediyim kimi futbolun gözəlliyi onun azərkeşidir, futbolun gözəlliyi stadionun dolulması və komandaları dəstəkləyən azərkeşlərdir. Bu da paytaxtda çox azdır. Biz baxsaq əyalət klublarına görərik ki, həqiqətən keçən mövsüm Turan Axıncı yerlərdə idi. Neft belə götürək, Qarabağ Bakıda oynadığı halda Qarabağ olsun, Neftçi olsun, Turan qədər azərkeşi yoxdur. Halbuki Qarabağ Neftçi əsas Qarabağ Neftçi çempionatı oynayırdı, Turan axırıncı pillələrdə. Və belə klublarımızın yerində bərpa olunmasını fikirləşdik ki, çünki bunlar bərpa olunsa, Bakıda olan klublar paylansa rayonlara futbol da inkişaf eləyir. Yəni deyirəm, futbolun gözəlliyi onun azərkeşidir, inkişafı onun azərkeşinin çox olmasıdır. Və biz dediyim kimi də bu sualın azərkeşin olması üçün nə edə bilərik? Ancaq onda gördük ki, bu Azərbaycan Bakı çempionatı olmamalıdır. Bu Azərbaycan çempionatı olmalıdır və klublar rayonlara
klublar rayonlara verilməlidir ki, onun belə deyək də azarkeşi çox olsun və futbolumuz da gözəl görsənsin, inkişaf mərhələsində geçsin. İnşallah biz yenə deyirəm, biz məktub ünvanlayacağıq lazımı qurumlara ki, bu məsələlərə baxsınlar. Həqiqətən də biz çox istəyirik. Biz azarkeşlər, biz bütün azarkeşlər adından danışırıq. Çünki bu gün orada olan 10 fan klub rəhbərləri ki var idi, onlar hamısı istəyi futbolun inkişafı idi. Biz futbolun inkişafı üçün əlimizdən gələni edəcəyik fan klublar adından. Fatih və təklifinizi qəbul etdiyinizə görə təşəkkürümü bildirirəm. Çox sağ olun. İmara TV izləyiciləri, əgər canlı yayımı izləyə bilməzlərsə, YouTube hesabımıza əlavə olunacaq. Təkrarına YouTube hesabımızdan baxa biləcəklər. Təşəkkür edirəm. Sağ olun, minnətdarım.